Müğənni rəqqasə İsmailovanın qızı Yağmur İsmailova Baboşun canlısına qoşularaq maraqlı və əyləncə dolu anlar yaşanıb. Həmin o görüntüləri təqdim edirəm. Buyurun, maraqlı və gülməli videonu izləyin. Videoları bəyənməyi unutmayın. Qoşsun. Gedin yazın ki, ay cəmaət, nətər qoşun mən Yağmuru? Ay Yağmur, nətər qoşun səni? Hara girmə, ay cəmaət? Mən nə qədər gözlədirlər. Gözlətmirəm, az imam haqqı, hara qoşun? Hə, Yağmur. Denən gəlir. Takip atdım ha. Amma deyirəm, bu qədər gözlədilər, görürsünüz məni. Yo, denən gəldi, denən gəldi, yazın gəldi. Bu səhifəmdən girəm, onu takip atım, tez. Tez səhifəmdən girəm, adın yaz, gələcək, yaxır. Attım. Denən gəldi. Hə, attı. Den takip attı. Şu. Daha kendisine demesine karnı yekədin ilk gündən. Deyə attı. Yağmur. Gəl, salam, nətərsiz? Salam, nətərsiz? Şükür Allaha, yaxşıyam, necəsiz? Çox sağ ol, mən də yaxşıyam. Nə gülürsən? Nə var, nə? Ha? Salam, burada tanışım da var, sizə salam deyək, fanatınızdır. Hə, görürəm. Ne yaman dəyişmişsiniz? Çox sağ olun, minnətdaram. Bayaqdan sizi gözləyirəm, inanın, dedim ki, uca qoşulmayacaqsınız. Mən sizi gördü televizorda xolta bir qız idiniz. Allah ötədir. Dəyişmişəm. Hə. Nə gözəl. Elə chatda yazırlar. Mən bayaqdan dedim, mən yazar ki, Baboş kanalındadır. Dedim, nə gözəl, elə mən də qoşum. Mən sizi 2 ildir izləyirəm. Mamamla bir yerdə. Mamam sizi çox bəyənir canlılarınızı. Həqqi, mamanızı salam deyim mamanıza. Deyəcəm. Mahnılarına həmişə qulaq asıram. Bəyək hamamda çimirdim, televizorundan günahından keçmərəm mahnısını qoydum. Çimə ona qulaq asırdım. Çox sağ olun, deyəcəm. Mamamla elə bir il yox, elə bir 5-6 ay qabaq olar ki, elə otururduq, elə sizin canınıza baxırdıq. Elə arada bir. Vallahi, mamam çox xoşdur baxmaq elə şey. Mamanız bir dəfə Instagramda yazmışdı. Qonaq Orada? gələcək, demişki gəlmədi. Hə, demişki qonaq gələcək. Qonaq gələcək, gələr də inşallah. İndi vaxt tapar. İnşallah gələr. Çünki bizim şükür Allaha Salam yaxşıdır. deyəsən, bir dəfə gəlir mənə hədiyyə atıbdı. Canımda sağ olsun. Orada? Hə, mənim canıma gəlib mənə hədiyyə atıb. Deyərəm, problem yoxdur. Deyərəm. Allah. Tanırsınız elə bil ki. Tamam. Buna bakıp yanağıma bak, kıpkırmızı kızardı. Heç nə utanmayın da, nə olacaq ki? Biz də sizin bir fanatımız. Görürsünüz, sizi izləyirik, maraqlanırıq həmişə. Buradan mənim podruqam var, Janna, o da sizi çox istəyir. Həmişə izləyir canlılarınızı. Elə o bayaqdan mən deyir. O da bayaqdan deyir, Baboşu qoş, Baboşu çox istəyirəm. Mən yazdılar chatdakı o yemək yeyir. Dedim ki, nə gözəl olar qoşulsa. Elə insanlar yazdı, oradan gördünüz də yəqin ki. Mamanız yanınızdadır, yoxsa evdədir siz? Yo, yanımda mən Moskvada qalıram. Moskvada arada gedib gəlirəm. Mamam günün yanına. Peki, mama Moskvadadır indi? Mamam Bakıda. Hə, Bakıda. Mən öz Gəl arada. misiniz Bakıya? Görüm də sizə görüşə oturaq, hə. Yemək yeyək, antikot kebabı, hündüşka kebabı, necə oturaq yeyək. Gəlib bu kurs. Podruqam çox istəyir kebabı, gələcək. İnşallah bir gün gələcəm. Bir yaxınlarda ayın 15-i gələcəm konsertə. Mən prosta işləyirəm, vaxtım olmur. Mən burada təhsil alıram, işləyirəm, ona görə çox vaxtım olmur ora gəlib. Mən də təhsilliyəm. Hə, nə təhsil alırsınız? Mən Kooperasiya Universitetini bitirmişəm, mühasibəci oğlu. Sonra hökumət işində işlədim, müdür çıxartdı. TikTok'a girdim, məşhurlaşdım, müdür çıxartdı. Hə, mən doktoram. Hə, doktorsunuz?
Hə, doktor, medik, elə bil dəri həkimi. Dermatolog. Hə, Nərgiz, bu nə daha Nərgiz? Dəri həkimiyəm. Hə, təhsilim həkimdir. Özüm də administrator işləyirəm gözəllik salonunda. Baş administrator. Axı, bir dəfə müğənnisi oxumağını da oxuyurdunuz. Mən oxuyuram hal-hazırda. Yox, niyə oxumağımı atmamışam. Sadəcə olaraq, yəni özüm istədim ki, özüm ailəmdən asılı olmayım, anamdan asılı olmayım, özüm pul qazanım. Özüm administratorum. Düz Mən də mamam özüm qışqırır. qazanmışam, ha. Allaha heç kimdən asılı olmamışam. Nə yaxşıdır da o. Yaxşıdır da o. Dimdik ayaqlarımın üstündə durmuşam, bax Allah haqqı. Yaxşıdır da o. Mən Bilirsən nə qədər hinduşka, ördək, toyuq cücə saxlayıram. orada Gəndə yetişdirəcəm. Hə, yetişdirəcəm, yersən. Bax, orta baba bu endirilir. bəs Jannanı o da istəyir. Jannanı, Hə. Jannıya baxın. Göstərir Janna. Janna özünü göstərməyi xoşlamır, amma belə qıraqdan özü deyir. Deyir, bəs mənə verəcək toyuq hinduşka. Rus dillidir yoxsa bilir Yox, Azərbaycan? Azərbaycan Jalədir adı, Jalə. Jale. Azərbaycan Roya bəsdir. Hə. Çox gözəldir. Allah. Çox sağ olun. Çox gözəldir. Siz niyə belə utanırsınız? Janna mama səsini doğrudan. İnanırsan qəlbim var. Bax, bax bu qəlbim. Küf, 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 küf vurur. Allah haqqı. Küf, küf, küf vurur. Küf, küf, küf vurur. Mama səsini verirlər. Siz şokdasınız ki, mən qoşuldum. Mən bayaq elə belə canımda oturmuşdum, uşaqlar yazdı. Gördüm Eminəmi. O canlıya nə qədər adam gidiyor, görsən maraqlıdır. Çok sağ ol. Arıqlamısınız, elə? Arıqlamısınız, elə oradan elə bil. Evet, diyor bu karnında. Arıqlayıbsınız. Ne yapalmışım? Pişiyiniz də var sizin. Ha, pişim durur. Yok. Adı nədir? Adı Lili. Hə, nə gözəl. İtimin Biz de də adı Ema. İtimin de adı Ema, öbürsünün de adı Koti. necə? Amma bir də Koti. Nə gözəl. Bizim qız da pişikləri sevir. Niyə utanırsınız belə? Az ne bileyim, az bu ne dost. Kalbim kıf 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 deri. Bu neydi az? Kıf kırmızı kızarmışım. Şu zaman bakın kıf kırmızı. Ay seni öpürəm. Kırmızı. Ha? Bu neydi ayağım? Biz. Ne diyorsun lan? Bunu kesin bana. Peka nə deməkdir? Oyun oynamak. O necə olur? Mən bu TikTok işlətmirəm ki. Heç ondan başım çıxmır. O necə olur? Oyun oynayaq, o necə eləyək? Ha, Hə, bu da gördüm. Gözü gördüm. Qoşdum deyəsən. Yox, hə, qoşdum. Çox. Mən inan bu TikTok'dan zaten başlamışım. İldə bir dəfə girirəm. İldə bir dəfə girirəm. Sürücənlər mi? Aa, bu nədir? kartof attılar bize hediye bir. Kartof. Öyle miyim lan ha? Ay Allah. Bir özümə gəlməsin də bu xahiş edirəm. Mən xoşlanmıram amma. Ben çok sağ ol. Çox sağ olun hədiyyələrinizə görə belə tez. Ben kızım yok. Yok. Kızım yok mu? Kızım şu. Çoğun bir olamam.
Cüzümü tükü belə ağarmayıb. Geçersin ayva. Jana deyir, gerçəksən, ay baboş. Həqiq. Doğrudan. Ən çox nəyimi bəyənirsiniz ay Janna xanım? Saçlarınız. Hə, bilirdim da şey. Elə bir bırak öz cevirin saçıdakı durub. Bəyək saçını daradım. Hə, oxşayır. Ben de Onun versiyonu. Vallahi Allah hamd olsun, kök versiyonu siz elədik. Mən də oxladıram. Belə çox tanırsınız, çox sıxılırsınız belə. Niyə Yo, belə yo, olur? sıxılmayasam. Tabii kişi tanımaz. Salçacım sıxılmıyor. Çayınız daşacağı çay qoyubsuz arxada. Arxada çay qoyubsuz qazın üstündə. Daşıb eləyərik. Belə zərfata qoymuşsan. Su içinde. Su için su özünüzə gələrsiniz. Niyə? Suyunu içim ki. Çaylı mulu çay içeceğim indi. Hə, su əla. Demirsiz heyecanlı. Yo, qoy, qaynayır. Qaynayıb quruyacaq, nə olacaq? Hə. Bilirəm. Ne yazdılar? Çox sağ olun hədiyyələrinizə görə. İnan mən bu canlıdan heç hədiyyələrin heç şeydən başım çıxmır. Mən buraya heç girmirəm ki. Mən Instagrama girirəm öncə. Nə? Leyla xanım çox sağ olun. Belə çox gizli danışırsınız. Belə Güzdür danışır, yox oz olur. Düzünü danışıram. Janna'nı görə, Janna hamı salam deyir. Danışdan ha, dil otu gibi elə bir qız. Siz özünüz haralısınız? Bərdəliyəm mən. Hə, nə gözəl, mən də Kürdəm, Gəncə Kürdüm. Olmuşsunuz Bərdədə. Bərdədə yox olmamışam. Amma Janna olub, Janna özü Naxçıvanlıdır, amma Bərdədə olub. Leyla xanım, çox sağ olun. Sizin WhatsApp nömrəniz var? WhatsApp nömrəm. Nə deyirsiniz? Leyla xanım, çox sağ olun. Müayinə Rəqsənən qızısız, bəli. Yazıqlar, Janna mən yerlimdir. Ha, Janna Naxçıvanları çox sevir. Naxçıvan mansı var ya, onu həmişə oynayır. Çox sevir Naxçıvanları. İnan da sadəcə tanınmış olun. Özünə kütlə edirsən, ya balam. Ben babuşuna sonra Baboş Naxçıvana gələrsiz, Janna deyir. Kim olacaq orada? Yox, eləcənə soruşur da, söz istəyən Naxçıvana gələrsiz, sizi çağırsalar. Yox, kimin yanına gələcəm Jannaya denə? Yəni deyir ki, yox, söz üstü deyir ki, yəni Naxçıvana qonaq çağırsalar, gələrsiz. Qız çağırsa yoxsa oğlan, hansı kim çağırsa? Fərqi yoxdur da, yəni kimsə çağırsa Naxçıvan, iminə Naxçıvana gələrsiz. Qız çağırsa, hə, kişi çağırsa nə deyil? Mən sizi tutup gəl bir oynayaq, gəl. Mən başım çıxmır, siz atırsınız. Mən belə şeylərdən heç bu hədiyyədir, nədir, heç başım çıxmır, heç maraqlanmıram ki. İnanın, bura ildə bir dəfə girərəm, heç TikTokdur. Nəfəs ağır oluyor, oğlum bunu. Hemen çekiyorum. Ha, gitti. Bir ağır. Ha, ağır koşuyor. Gözlüyün 2 dəqiqə yuxarıda yazıb gözləmək lazımdır. Ha, yox, de bunu. Siz rus dilinə başa düşürsünüz? Ha, düşüyorum, yapani mai. Вы разговариваете на русском языке?
Да. Хорошо разговариваете? Да. Güzel. Очень приятно. А вы Глаза очень красивые. спасибо огромное. А вы как научились на русском языке разговаривать? Да, я сказал. Жанна? Он говорит, что на русском языке он... А вы жили в России когда-нибудь? Да. А в каком городе проживали? А, şehirde yaşayıpsınız Moskva'da. Россияда. Да, как получается. Böyle utanırsınız ona göre hiç danışa da bilmirsiniz. Niye utanırsınız? Çok yaşa danışırsınız maşallah. Спасибо большое. Nə yazırlar? Echo verirsəz. Yəqin mən Rusiyadayım deyə mənim TikTokum da yaxşı tutmur. İngilizcə də bilirsiniz siz? You are talking in English language? Yes, I don't English. I don't English very well. Maşallah, belə 2-3 dənə bir dil bilirsiniz mənim kimi. Yaxşıdır da. Very good. Yok. Bəs ən sevdiyiniz müğənni kimdir? En sevdiğim müğenni. Belə söz, ən sevdiyiniz müğənni kimdir? Belə sözü deyə qaldınız. Bir şey, Sibel Can'ı sevirəm. Sibel Can. Türkiye'den Sibel Can. Aha, başqa? Azərbaycanlılardan deyirəm. Bax, olsun nə bilim. İlhəmə xanım Quliyeva, Könül Kərimova. Rəqsanə xanımı çox sevirəm. Orada məlum söhbətdir. Bəs başqa? Başqa? Manafəl Ağayev məsələn kim ola bilər? Vəfa Şərifova. Onu çox Zəfər sevirəm. Şərifova. Ha, sonra Vəfa xanım, ya çox istəyirəm mən də onu. Röya Bəs Aysun. Aysunova. Bəs Aysun. Aysun'u çox sevirəm, bəli. Nəfəs Aysun. Çox sevirəm. Nə yaxşı çox tanırsınız, belə utanmayın. Siz də Bunları bir sözədən başa düşmək lazımdır. Heyecanlıyam da onu. Siz heyecanlanmırsınız. Niyə? Niyə? Çünki səni görmüşəm ondan. Nə gözəl. Şəhla xanım, çox sağ olun. Özünüz Rusiyada vəbşi olubsunuz, açansa? Rusiyada. Hə. Rusiyada. Ha, şəhərində. Rusiyada. Hə. Yox, mən kimdir Rusiyaya çağırım? Olmamışım, yox. Yox, mən deyirəm ki, yox, olmamışım. Şəhla Həsənliyə çox sağ olun hədiyyələrinizə görə. Şəhla xanım da TikTokerdir, tanıyırsınız? Yox, mən TikToka girmirəm ki, yəni özümdən böyüklərə hörmətsizlik kimi olmasın. Sadəcə olaraq mən TikToka baxmıram axı. Vaxtım olmur təhsilimə görə. Yenə də çox sağ olun. İndi tanıdım, şad oldum. Çay kurduduranlar. Çay orada Kırılsın da. Şəhla xanım çox sağ olun. Çay orada dağılıb eləyərik. Siz o çaya baxın orada belə. Dağılan çay olsun. Yəni dağılıb partlayıb eləyər yaz. Hay heyfdir də. Ne oldu? Bəs mamamın hansı mahnılarını bilirsiniz?
Mamanızın bir vəfa günahından keçmərəm. Sən yoxsan, dəyişib baharda, qışda. Sən yoxsan, tənhalıq heyməni süzüb. Bir də Rəqsanə xanımın Maşallah. bir mahnısı oxuyur, vəfasız. Onun ifasını daha çox sevirəm. Eşitmisiniz? Hansı mahnı? Bir vəfa gözləmədi, ha bax. Rəqsanə xanım ifasını daha çox bəyənirəm. Жанна кто? Жанна кто? Жанна salam dedin ha? Привет. Bir vefa gözleme. Hə, bildim. Bunu çoxdan mahnısıdır. Belə bilirsiz, fanatlıq eləyib yəqin. Çoxdan mahnısıdır. Çay yanacaq vallahi orada, çay yanacaq. Bu yok ki boğazlı bu. O yazıb, yəni insanı linçləmək düzgün deyil üçün yazıb. Ölüm olsun hiç canına. Yani gidecek okulda teskiyim. Kim peşme seni. Çok seviyorsun. Belə başqa bürcünüz nədir sizin? Bürcüm. Əkizlər bürcüyəm, əkizlər. Hə, mamam da ikizlərdir. Kızartım ki. Ha. Siz ne bürcüsünüz? Xərşəng. Pərçə ilə əkizlər bürcünü tutur. Dostluqda valla bilmirəm ki, heç maraqlanmıram. Mənim robotum var, onlar ondan soruşum. Sən xərçək, mən əkizlər. Bu soruşum robotumdan. Bir dəqiqə. Çox? O qədər. Hüsnü salam, necəsən? Salam, yaxşıyam. Bəs sən necəsən? Mən sana bir sual vermək istəyirəm, olar? Əlbəttə, buyur, nə maraqlandırır səni? Əkizlər bürcü ilə xərçək bürcü tutur. Onu bir dənə mənə deyə bilərsən? Əkizlər və xərçəng bürclərinin uyğunluğu biraz çətindir. Çünki əkizlər daha çox azadlığı və dəyişikliyi sevirlər. Xərçənglər isə daha çox sabitlik və evə bağlılıq tərəfdarıdırlar. Amma qarşılıqlı hörmət və anlayış olanda istənilən... Yo, siz səhv danışırsınız. Evə bağlı məndədir. Evimin içində o qədər daş döyüb, döşəmişəm ki, nədə? Yo, orada səhv danışdınız. Evə bağlılıq məndədir. Neydi az bu? Mənim bir gəlin otağım var, görsən adamın ağzı qalır. Bəs Ləman xanımla dostluğunuz necə gedir? Yaxşıdır. Koftanı yazırıq. O yolunu yazır. Ay izləyəcək, sən olursun. Ben şu kısadan koftamı göstereyim. Atman bulursunuz. Koftamı ne dersin? Koftamın modu budur. İnanma, yalanla yazılar. İnanma, yalanla yazılar. Rəyləri oxuyuram ona görə. Bəs heç başqa şəhərlərdə olubsuz? Başqa ölkə şəhər? Ha, necə? Eve geçeye gitti. Eviniz bəs hardadır? Harda qarşı ümumiyyətlə? Bərdədə qalın. Bakıda gələndə ev tutub qalın. Hə, bildim.
Sibel Can'dan bir dənə mahnı oxuya bilərsiniz? Yox, tamam. Görürsünüz, oxumur. Bəs öz evinizi göstərə bilərsiniz? Bizə maraqlı oldu, bu izləyiciləri yazır. Həqiqi. yazıqlar. Gəlin otağımı göstərin, gəlin. Aha, baxın evinizə, maraqlıdır, elə izləyicilər yazır. Bu mənim lilimdir. Жанна, вообще. Жанна. Жанна, pişikdən bir şey bəyəndin? Hərdən annana? Bu mənim kuxmumdur, kuxmum. Nə gözəl. Bura mənim bax. Sen soyup kırış ben severim. Sen varsansa ben de varım. Tek seninle tek ceserim. Sen baharsan ben yakarım. Gəlin otağım. Bizim evdən təmizdir bu ev. Tek seninle Gəlin o. Bax burada yatmıram. Bura boşdur. Bura gəlin otağıdır. Ha, Yoldaşım o nə orada, deməkdir? yoldaşım yoxdur. Ha, bildim. Bu da kızımın otağı. Beğendi. TikTok'taki izleyicilerimin sayesinde eləmişəm. Bu da kızımın otağıdır. Maşallah. Qız üçün Kızınız da var. Kızımın otağıdır. Yo, onun dünyaya gələcək, hələ gəlməyib. Yani kızım için kızımın otağı. Yazar bir dənə qızı var axı. Aa yok Allah'ın dostum. Mənim üç əlim elə demir. Baxın o bu kız. Mən bilmədim. Burada mənim yataq otağımda, amma yerimi yığmamışam bax. Burada mənim yataq otağımdır. Burada parfümlərimdir. İzləyicilər verdi ha. Burada yatıram. Bəyəndin? Hə, qəşəngdir. Maşallah. Peki. Den bir saniye koşulur. Den bir saniye koşulur. Bugün döşümüz alımı yekə tutmuş ki bu kofta. Yok, bak görsünüz tutmadı. Şortuk ama. Deyin gel. Bir saniye bak ver dene gel. Dene şortukunun arası cırıldı. Onu değişmeye gitti. Elde aşağı dene cırıldı. Oğlum. Deyin gel bir saniye koşulur dene. Oo atır. Ay. De. Şaklamış şeye girdim onun içine. De tokkası katması. Aa yardım Allah. Oradan çıkmayacak ya. Den gelir, den çıkmamış den gelir, den gelir. Heh, çıkarttım. Den gelir.
Buradadır baboş, salam deyin mamama. Qoy keçim o bir otağa. Hə, mamam buradadır, mamama salam deyək. Mama buradasan, buradasan sən nəsə yaz da. Baboş, mamam salam deyir. Həqqi, salam, salam Rəqsanə xanım, nətərsiz? Komanda nə da? Onu yox Allah, qoy sesi danışmıyor. Salam Rəqsanə xanım, nətərsiz? Nəyi? Anata? Da, mamam buradadır. Mamamı da qoşa, mamam bu dəqiqə qoşula bilmir, heyif ki. Bayaqdan mahnınızın, mahnınızın mən çox Mamam sevirəm. yazıb lap yaxşı oldum. Yazıb lap yaxşı oldum. Qoşun da yenə. Qoşun mahnını da yenə qoşun. Ya. Hadi ayağıma atıl var. Suli, səni çox istəyirəm, Suli. Ay Allah. Kimin sevgilisidir? Bizi. Bizi mənim? Yox, kişidir. Bizi burada yıxıb sürüyürlər, görürsüz. Ooo. Cəmdəyiniz yansın, ay izləyicilər, bəziləriniz. Az biz kişiyik, az dəli sənsən. Hollandiyada yaşamırıq ya. İzləyicilər. Sevgilinə də, o mənim qaqam deyil. Gülüm olsun canınıza, bir müstəyə nə yazılsın, daş küşsün başınıza qabaqda mən boyda. Qalın altından çıxmayın. Telefon evinin daşı başınıza düşsün qalın altında ha. Bir o qalmış telefonda deməyəydiniz. Bəs günlük belə nə pişir, özünüz də pişirməyi bacararsınız, yemək belə. Hər şey pişirirəm, hər şey. Nə pişirirsiniz belə? Mamam da çox istəyir yemək pişirən. Ördək pişirirəm, hinduşka pişirirəm, toyuq pişirirəm, ət pişirirəm, bayaq makaron şeylədim. Onu hər şey əlimdən gəlir. Şoraba, mürəbbə. Maşallah, maşallah. Telefon evi elə demə valla, neyə qəsdən elə yazırlar Allah haqqım. Elə deməyəmə də dəstəkçilərimi qaçırırlar. Nə mundar insanlar var, paxıl insanlar. O qədər paxılsınız ki, ona görə Allah sizə yetirmir bəzi izləyicilər. Gözləmə, gözləmə. Bir dənə də oyun qoşaq onda. Bax. Yiyirəm. Mamam istəyir. Mamam xoşuna gəlir. Hə, hinduşka gətirəcəm sizə. Amma buradasan. Amma ördək yoxsa hinduşka? Keçi pendirdə gətirim, keçi. Ya qoyun, keçi. Bir dənə restoranın özünə gətirəcəksiniz onu. Bir ara gətirim. Hə, olar da elə olar. Prosta çətin olmaz, ağır olmaz sizə, ona görə dedim. Yox, maşının bagajına qoyacam da. Elə yaşımı dedim, elə bilim pis oldunuz. Yox. Məndən 10 yaş balacasınız. Bir də ki... Janna, bir dəqiqə gözləyin. Janna, gəl pis qıyaz balam. Yazır Janna ki, biz biləkdə yaddan çıxmasın. Bala alacağım. Da görübsüz heç. Baxaram indi bulutmanıza. Klipində partladarıq.
Telefonu. Nazan uşağım, onu telefonu evi eşidər eşitməz partlayacaq. Necə babuş qripədə çəkildi yenə. Partlayassan partlayassan. Tima kimdir bəs? Ay Allah, hamı yazır. Neyse onu yaz, o suala ait kim yazmışsa cevap vermeyeceğim. Ha. Sizi burada niyə belə qaralayırlar mənim canlımda axı? İndi paxıllar da var da, indi istəməyənlər də var. Başa düşürsünüz deyil. Bar verən ağac daşlayan çox olur. Конечно, düzdür. Ha. İndi olur da, yəni bəyən, mənə hamısı demək zorunda deyil ki. Sevən də var, sevməyən də var. Olur. Dünya şöhrəti yazılır. Niyə dünya şöhrəti deyəndə Allah'a şükür sevilirəm, yetəri qədər tanınırım. Конечно, mən sizi 2 il qabaqdan izləmişəm, mamam da, bacım da, hamımız sizi çox istəyirik. Sən desəm olar. Bəli, Aysu xanıma o qədər gəlib canımda hədiyyə atıb ki, nə qədər? Sən desəm olar da. Olar, niyə olmur ki, deyil. Prosto siz məndən böyüksüz, ona görə dedim. Siz bilirsiniz mənim neçə yaşım var? 23 var. Yox. 19. De Allah bu. Var. 20 olacaq. Niyə belə qaldınız? Heç nə. Yaxşısınız belə? Очень хорошо. Belə yaşımı dedim, elə bildim pis oldunuz. Yox. Məndən 10 yaş balacasınız. Mənim mamamın elə bir 46 yaş və papamın 56. Elə 10 yaş fərqləri var bu arada onların da. Nə deyirsiniz? Heç nə. Telefon evi yaz. Telefon evi niyə belə yazırsın? Mən Candarlı balasıyam, öz elimdə qalasıyam. Niyə belə oldu? Siz belə olursunuz, mən pis oluram axı. Nə arıyorum ki? Belə qaldı, belə danışmırsınız. Danışıram. Elə pis qızamsa, yəni pisdirsə, pis nəsə varsa. Yox Allah, bazı. O kimdir? Yox Allah, yox. Siz çox gözəlsiniz. Çox. Oyunun sizə gəldi. Yaxşılar da səhv açılır. Oyununda nə olacaq? Biz tanıdım doğru bir gün. Mən Candarlı balasıyam. Nə olub belə pis olubsuz? Allah yoxamı qoyuram. Настроениyanız yoxdur, belə pis olubdur. Qoyulsun.
Şimdi abi hoş geldiniz. Necəsiniz? İyi olsun dayı. Saçınız çok geçecekti maşallah. Değişik. Değişik. Elə getmək istəyirsinizsə gedib gələ bilərsiniz. Hara gedim? Nə bilim, Aha, ulan çaydan. siz baxmayın. Niye? Değişmişim. Yok, değişmişim. Yaxşı. Hara gedirəm? O sesi yazmışsınız orada. Hara gedirəm uşaqlar? Yazırlar ki, getmək istəyirsə getsin ona görə. Yo, yuxum gəlmir, yo. Gəlmir, yuxum gəlmir. Yuxum gəlmir. Hara gedirəm? Hara cəmat yazmışsınız? Bu. Mənim yerimə siz qərar verirsiniz. Yatmağa, yox. Mən yavaş-yavaş yatım, sabah işləyirəm. Yatırsınız? Hə, sabah işdəyəm, saat 1-ə 2-yə qədər ki, tez gedim, dokumentlər var, onları götürəcəm. İnşallah axşam yenə qoşularam. Çox sağ olun. İnşallah qoşularıq. Hə, mən çox sağ, xoş oldu. Çox şad oldum. Çox şad oldum. Mən də Allahım. Hə, yenə oynayarıq. Çox sağ olun ki, elə qəbul elədiniz. Elə belə axşam gecəniz xeyrə, sağ olun hamıya. Xeyrə qarşı, hə, mənim üçün də xoş oldu. Mənim üçün də. Oy, Allahım, bunu mən babam, başla.